Niyə bəzi pasientlərdə təbii doğuş başlasa da keysəriyyəyə keçirik? Təbii doğuş fizioloji cəhətdən daha sağlam olduğu üçün biz uyğun pasientlərdə bu prosesi dəstəkləyirik. Doğuş başlayır, sancılar gəlir, açılma izlənir, yəni proses təbii doğuş istiqamətində gedir. Amma doğuş xətti həmişə sabit deyil, gedişat dəyişə bilər. Bəzən sancılar kifayət güclü olmur və ya zəifləyir, uşaqlıq boynunun açılması ləngiyir, körpənin mövqeyi eniş üçün əlverişli olmur, dölün ürək döntülərində dəyişikliklər yarana bilər. Belə halda ana və döl üçün risk artarsa, artıq təbii doğuş deyil, təhlükəsizlik və sağlam nəticə əsas olur. Vacib bir sual: bəs bu halların faizi nə qədərdir? Tədqiqatların ortalama nəticəsi belə göstərir ki, vaginal doğuş üçün uyğun seçilmiş və doğuş prosesinə buraxılmış qadınların təxminən 10-20%-ında gedişat zamanı vəziyyət dəyişə bilər və keysəriyyəyə keçmək lazım ola bilər. Yəni təxminən hər 4-5 qadından biri ideal şərtlərlə belə proses içində əməliyyata keçib. Bilirik ki, doğuş uzandıqca ana həm fiziki, həm də psixoloji olaraq tükənə bilər və nəticədə keysəriyyəyə keçmək emosional olaraq ağır hiss olunur. Lakin bu, təbii doğuşa başladığımız zaman qəbul etdiyimiz real risklərdən biridir. Əsas olan doğuşun necə olması yox, nəticənin sağlam olmasıdır.